Getdik Məscid Nəbəvinin bir köşəsində qrupumuzla oturduq. Hamı boynunu bükdü. Bir 500 salavat-ı şərif oxuduq. Sonra mən artıq 500-cü salavatı oxuyandan sonra özümdə qəlbimdən belə bir şey keçirdim. Elsəvər hocam, dəyərli qiymətli hocam, xoş gördük. Necəsiz, nətərsiz? Əlhamdülillah Mustafa hocam, Allah razı olsun. Yaxşı. Keçən dəfə videomuzu da izlədik, maşallah. Gözəl, maraqlı hadisələr yaşamısınız, danışırsınız, anladırsınız. İllərdir Hisartur şirkətindən ümrəçilər götürürük. Yenə gördüyünüz, yaşadığınız illaki maraqlı, belə gözəl, yadda qalan hadisələr var. İstəyərdim ki, yenə də bizimlə birini bölüşəsiniz. Allah razı olsun Mustafa hocam. Mədinə-i Münəvvərə bilirsiniz nurlu şəhər. Bəli. Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləmin mübarək vücudu şərifinin dəfn olunduğu və Peyğəmbər Əfəndimizin ifadəsi ilə içində Məscid-i Haramdan sonra namaz qılınmağa ən layiq olduğu, Bəli. hər bir rükətə 1000 savab verilən bir məsciddir. Məscid-i Nəbəvi. Eyni zamanda Mədinə-i Münəvvərədə bilirsiniz 3 dənə ən önəmli yer var. Birincisi Peyğəmbər Əfəndimiz sallallahu əleyhi və səlləmin mübarək vücudunun olduğu, qəbrinin olduğu, yəni Hücre-i Saadət. Hücre-i Saadət. İkincisi Məscid-i Nəbəvi, Peyğəmbər məscidi. Bəli. Üçüncüsü də ki Məscid-i Nəbəvinin içərisində olan xüsusi yer, hansı ki Peyğəmbərimiz evimlə minbərimin arası, Bəli. Cənnət bağçasından bir bağçada dediyi o Ravza-i Mutahhara. Sahara. Allah getməyən hər kəsə getməyi nəsib Amin. eləsin. O Ravza-i Mutahhara cənnət bağçası deməkdir. Təbii ki, bir kimsə orada namaz qıldığı zaman biz həmişə nə deyirik? Cənnət bağçasında namaz qılmış kimi olur. Doğru. Əvvəllər yadınıza gəlsə Mustafa hocam ilk getdiyimizdə bərabər zaten getmişdik, hatırlayırsınızsa. Onda ilk dəfə gedəndə Ravza-i Mutahhara girişlər biraz fərqli cür idi. Fərqli, doğru. Pandemiyadan sonra Ravza-i Mutahhara girişlər randevu sistemi ilə oldu. Artıq qabaqcadan siz bildirirsiniz, o şəkildə girirsiniz. Nusuk vasitəsilə. Nüsuk vasitəsilə. Biz də ilk qrupumuzu apardığımız zaman ya birinci qrup idi ya ikinci qrup idi. Tam xatırlamıram amma bu qruplardan birisində yaşadığım bir hadisə unudulmayan bir hadisədir. Yenə Ravza-i Mutahharaya belə izin aldıq, randevu aldıq. O zaman randevu alanda da toplu şəkildə alırdın, bir kağız göstərirdi. Bəli, doğru. O kağızı verib o şəkildə girmək olurdu. Məsələn, qrup neçə nəfərdir? 10 kişi var. 10 kişinin kağızı sizdə olur. Gedirsiniz orada görəvliyə göstərirsiniz, bilirsiniz özünüz. Ondan sonra Bir sayır və buraxır. Doğru. Ravza-i Mutahhara iznimizi aldıq. Ondan sonra hər kəs mənlə hazırlaşdı. Qrupda hamısı Peyğəmbər aşiqi qardaşlarımız idi. Çox Peyğəmbər Əfəndimizin o həm Hücre-i Saadətinin, həm də ki o Ravza-i Mutahharanın içərisinə girmək üçün o həyəcanları üzlərindən hiss olunurdu. Yəni həyəcanlı bir şəkildə getdik, Ravza-i Mutahharaya girdik. Çox gözəl oldu. Sübh namazı vaxtı girdik. Hardasa hətta sübh namazından biraz daha əvvəl təhəccüd vaxtı girdik. Sübh əzanını orada dinlədik, müəzzini canlı gördük. Ondan sonra arxasında sübh namazı bir saata yaxın qalmaq nəsib oldu. Hər kəsə olmur ha hocam. Yəni bəli, həqiqətən də qalmaq. Ravza-i Mutahharada belə bir uzun müddət qaldıq və çox mənəvi bir hal hamı keçirtdi ki, gəldi dedilər hocam dedi. Bir dəfə də girmə imkanımız varmı? Yəni gördüm ki, qrup bunu çox istəyir. Dedim ki, hər şey Allahu Taala'nın əlində. Normalda bir dəfə izin var. Amma dedim siz madəm bu qədər ürəkdən istəyirsiniz, gəlin sabahları inşallah biz yenə Məscid-i Nəbəviyə gedək. Peyğəmbər Əfəndimizin hamımızın niyyətinə 500 salavat gətirək. Hamımız 500 salavat gətirək. Əgər Peyğəmbər Əfəndimiz sallallahu əleyhi və səlləm mənəvi icazəni o verərsə, oradakı polislər hamısı vasitədir. İnşallah girərik. Hamı içdən bunu eləsə, inanıram ki, mən girəcəyik. Hocam, yəni həqiqətən mümkündürmü? Dedim, niyə mümkün deyil? Normalda bir dəfə izin verirlər, bilirsiniz. Bəli, doğrudur. Dedim, gəlin gedək. Getdik Məscid Nəbəvinin bir köşəsində qrupumuzla oturduq. Hamı boynunu bükdü. Bir 500 salavat-ı şərif oxuduq. Sonra mən artıq 500-cü salavatı oxuyandan sonra özümdə qəlbimdən belə bir şey keçirdim. Dedim, Allahım, əgər Peyğəmbər Əfəndimizə oxuduğumuz bu salavat-ı şərifələr ona ulaşdısa, mənim yanıma həqiqətən ehtiyacı olan birisini çıxar, Peyğəmbərimizin ravzasına gedənə qədər. Ona mən 10 riyal sədəqə verəcəm. O sədəqədən mən anlayacağam ki, bu yəni bir işarə kimi. İşarə kimi. Bir işarə kimi. Bir anlayacağam ki, artıq biz getsək, inşallah girə biləcəyik. Yəni belə bir ürəyimə belə bir şey hiss gəldi. Yəni qəlbimdən belə bir şey keçirtdim. Allah şahiddir ki, gözümü açdım, Mustafa hocam. Bir də sol tərəfdə gördüm ki, dirəyin, oradakı içəridəki dirəyin dibində bir nəfər mənə doğru baxır. Biraz da gözü içi belə yaşlı şəkildə. Dedi ki, "Ənə miskin, ənə miskin." Allah Allah. Mən ehtiyac sahibiyəm. Dedim, "Elhamdülillah." Çıxartdım cibimdə 10 riyalımı ona verdim və qrupa dedim ki, qalxın, Allahın izindən gedib girəcəyik inşallah. Hocam, hardan girəcəyik? Niyə belə kəsin danışırsınız? Dedim, inşallah sonra anlatacağım sizə. Qalxdıq qrupumuzla, getdik. Orada biz kağızımızı göstərdik. Polis baxdı. Dedi ki, sizin kağızınız dünəndir. Siz bəs girə bilməzsiniz. Bilirsiniz oradakı polislər də nə qədər qatıdır. Yəni salmırlar da. Mən dedim ki, biz Azərbaycandan gəlmişik, ərəbcə bir şəkildə. Yəni sabah da artıq Azərbaycana qayıdırıq. Bizi salın. Azərbaycan deyincə o polis də Azərbaycana gəlmiş birisi.
Allah Allah. Çıxdı. Hər şey təqdir ilahi təbii. Dedi ki, Azərbaycan, sonra qayıtdı ki, Bakı, Qəbələ. Dedim, bəli, Bakı, Qəbələ. Hamımız dedim oralardanıq. Özü açdı telefondan, bir səmimiyyət oluşdu. Orada elə sırada mənə Bakıdakı şəklini, Qəbələdəki şəklini göstərdi və bizim Azərbaycanı çox bəyəndiyini, buradakı insanları çox bəyəndiyini söylədi. Və dedi ki, kimdir? Neçə nəfərsiz? Mən də bir 10 nəfərə yaxın saydım. Bu sıra var. Hamısını çağırdı. Dedi ki, keç. Keçdi hocam. Qrup tabii hocam necə oldu bu? Dedim ki, yəni bir şeyə ki, burada polislər bir vasitədir. Vasitədir, bəli. Allah Rəsulü sallallahu aleyhi və səlləm bir şeyə izin verəndən sonra zaten oranın mənəvi icazəti ondadır. Qalan o polislər hamısı bir vasitədir. Belə bir şey yaşamışdıq. Ürəkdən o qrupumuzun o şəkildə istəməyi və bu təbii ki, hamıda eyni niyyət olduğu zaman meydana gələn şeylərdir bu. İçlərində biri şübhə etsəydi, biri və yaxud da o şeyi etməsəydi tam ürəkdən, bu hasıl olmayacaqdı. Belə bir şey yaşamışdı hocam. Maşallah, çox gözəl, çox təsirləndiricidir. Allah Rəsulü sallallahu aleyhi və səlləm kim mənim qəbr şərifim yanıma gələr, mənə salavat göndərərsə, onun salavatını mən özüm alaram buyurur. Onun üçün Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləmin yanına getmək, onu orada birə-bir yanında ona salavat göndərmək, bu çox həm təsirli, həm də səvablı bir əməldir. Allah hamıya bunu nəsib eləsin. Amin. Hər kəsə gedib Peyğəmbər Əfəndimizi orada salamlamağı, ya Rəsulallah, ümmətindən filan kəs, mən də gəldim sənin ümmətin olaraq qiyamət günü inşallah ya Rəsulullah məni də ümmətin kimi qəbul elə deyib Allah Rəsulünə belə ürəkdən orada Allah Rəsulünün huzurunda olmaq bu çox fərqli bir nemətdir. Doğru. Və Allah Rəsulünü sevmək Allah hamımıza nəsib eləsin. Amin. Allah Rəsulünü tam mənada tabe olmağı, ona sevməyi. Amin hocam. Zaten ona tabe olub sevdiyimiz zaman da inşallah Allah Taala da bizi sevəcəkdir. Rabbimiz də inşallah bizdən razı olacaq. Çox sağ olun Elsəvər hocam, qiymətli hocam. Təşəkkür edirik. Var olun, minnətdarıq. Siz də sağ olun hocam. Çox sağ olun. Allah razı olsun.